Demək, bu böyük sürgün siyasətinin yandırılmış torpaq təhqiqatının iki məqsəd var idi. Birinci məqsəd hərbi strateji, ikinci məqsəd iqtisadi. Hərbi strateji məqsədəsini dedim belə, yenə təkrar edeyim. Məqsəd burada Osmanlıların əlinə keçə biləcək işinə yaraya biləcək hər nə varsa məhv etməkdir ki, onlar arazın sol sahilindəki əraziləri əgər tutsal ilə təkrarən orada möhkəmləyə bilməsinlər. İqtisadi məqsəd də oydu ki, adam ticarət yolları, Osmanlı Sərvi ərazisindən keçir, sonra Osmanlıdan Avropaya keçirdi. Bu adam həmin o ticarət yolunu Osmanlıdan yox, məhz İran körfəzi ərazisinə köçürməyə çalışırdı. Buna görə də böyük sürgün siyasətini həyata keçirmişdi. Nail ola bilmişdi istəyinə. Nail oldu. 1605. 1605'te ilk növbədə Sufyan döyüşü başlayır. İkinci Sufyan. İkinci deyək. Səfəvilərlə Osmanlı arasında baş verilmişdi və Səfəvilər burada qalib gəldilər. Burada Turan taktikasından istifadə olunurdu. Turan taktikasından istifadə edilmiş döyüşlərdən Pinçen döyüşü var idi, Malazgirt döyüşü var idi, yadınıza gəlirsə. Turan taktikasından istifadə olunur. Deməli, və bu müharibənin taleyini həll edir döyüş. Bu da bir taley sözü yazar. Müharibənin taleyi Sufyan döyüşündən həll olunur. Birinci Sufyan döyüşündən, 1585-ci Sufyan döyüşündən, bu Sufyan döyüşünün ortaq cəhəti, bir dənə yeganə ortaq cəhəti var. Nədir? Səfəvilərlə Osmanlı arasında baş verməsi. Məsələn, zaman baxımından fərqli zamanlardır. Qalib gələn tərəf baxımından fərqlidir. Məsələn, birinci Sufyan döyüşü 1585-də baş verir. Orada qalib gələn tərəf Osmanlıdır. İkinci Sufyan döyüşü baş verir 1605-ci ildə, 17-ci əsrdə baş verir. Qalib gələn tərəf isə Səfəvilər. Və buna görə bu ortaq cəhət bilən yeganə nədir? Osmanlı və Səfəvilər arasında baş verməsi. Başqa heç bir ortaq cəhət yoxdur. Və 1607-ci ildə. İndi deyirik ki, burada Sufyan döyüşü müharibənin taleyini həll etmişdi, amma müharibə hələ bundan sonra 7 il davam etdi. Niyə belə davam edir? Çünki deməli, Osmanlılar deyirdilər ki, gəlin 1-ci İstanbul müqaviləsinin şərtlərini bərpa edək, elə müqavilə bağlayaq. Səfəvilər deyirlər ki, yox, olmaz, amaçla bərpa etmək lazımdır. 1605-7-ci illərdə Tiflis, Pəmbək, Loru, Gəncə, Qarabağ, Şirvan, Bakı, Dərbənd azad edildilər. Əslində, qarşıya qoyulan vəzifə 1607-ci ildə həll olundu. Bütün vəzifələr həll olundu. Məsələn, qarşıya qoyulmuş çünki Osmanlı əlində olan torpaqları geri qaytarırdı. Burada yenə 5 il nəyə vaxt gedirdi, sərf edirdi danışıqlar üçün, yenə Səfəvilər deyirdi ki, Amasya sözünü bərpa edək. Osmanlı deyir ki, yox, 1-ci İstanbul bərpa edək. Və nəhayət ki, 1612-ci ildə 2-ci İstanbul və yaxud da ki, Sərab müqaviləsi imzalanır. Bu müqavilənin şərtinə görə 1555-də bağlanmış Amasya müqaviləsinin şərtləri bərpa edilir. Qayıdırıq yenə. Gürcüstan bölünür iki yerə. Şərqi Gürcüstan Səfəviyə, Səfəviyə, qərbisi Osmanlıya verilir. Qərbi Gürcüstan isə Osmanlıya. Müəllim, qərbini də tutardı da, nə üçün tutmadı? Yəni buna qayıtdılar da. Bunlardan daha davam etməməsi buna qayıtdı. Deməli, Qərbi Gürcüstan həmçinin Səfəvilər ərazisində, bütün Azərbaycan torpağı Səfəvilərdən, Qərbi İran Səfəvilərdən Osmanlıya, Qərbi Gürcüstan, Bağdad da daxil olmaq şərtlə Ərəb İraqı Osmanlılara verilir və bununla müharibənin bu hissəsi də tutardı.